xanım. Bəli, buyurun. Siz yorulmadınız. Yox, sevərək elədiyimə görə yorulmuram. YouTube'da çəkilişləriniz olub YouTube'da. Bəli, bəli. YouTube çəkilişlərimizə görə Səyircilərimizə qalsın. inşallah. Belə bir sual var. Vazovagal sinkop zamanı. Yəni vazovagal sinkopu xəstə düşürsə, nə eləmək olar? Əvvəlcə məlumat verək ki, vazovagal sinkop nədir? Vazovagal sinkop xəstənin iynənin ağrısından və gördüyü qan görüntüsündən təzyiqinin düşməsi və ürək döyüntülərinin yavaşlaması deməkdir. Bəs bu vəziyyətə düşmüş xəstəni biz necə o vəziyyətdən çıxara bilərik? Təbii ki, təzyiq düşdüyünə görə xəstəni rahat yerə uzatmalı, ayaqlarını bir balaca yuxarıya qaldırmalıyıq ki, beyin qan dövranı bərpa olsun, təzyiq yavaş-yavaş yüksəlməyə başlasın. İsti içki verə bilərik, üstünü yaxşıca örtə bilərik ki, qan dövranı, beyin qan dövranı yaxşıca bərpa olsun və təzyiq yüksəlib ürək döyüntüləri qalxsın. Sistem altında elə bir vəziyyətdə düşübsə, dayandırırıqmı infuziyanı? Xeyr, sistem altında əgər xəstə vazovagal sinkopa düşübsə, infuziyanı dayandırmaq lazım deyil. Çünki vena daxilinə yer edilmiş infuziya zaten təzyiqi qaldırmağa xidmət eləyəcək. Ona görə də xəstəni vazovagal sinkopdan çıxaracaq. Sadəcə bunun nə olduğunu xəstəyə yavaş-yavaş izah etmək lazımdır ki, xəstə qorxub panikaya düşməsin. Bunu anafilaktik şokdan da fərqləndirməyə bacarmalıdır bir tibb bacısı. Bu barədə Bu barədə gələn dəfə danışa bilərik istəsəz.